Hər birinizi gözəl Bakımızdan salamlayıram. Bu bazar günüdür. Xoş istirahətlər arzu edirəm hər birinizə. Və mövzumuz nədir? Bu günləri bir çox insan həyatda uğur qazanmayanda bunun səbəbini axtarır. Onların səbəblərindən biri ondan ibarətdir ki, bəzi insanların nəsə həyatda əldə etməyəndə, nəsə alınmayanda məsləhət etməməkləridir. İnanın ki, nəsə soruşmaq, etmək, maraqlanmaq, öyrənmək ayıb deyil. Bir çox insan fikirləşir ki, gedəcəm, soruşacam, mənim üçün ayıb olar, yaxud da məsələn, mənim nəsə bilməməyim. Bilməmək bugünkü günləri ayıb deyil, öyrənməmək ayıbdır. Ona görə bir çox insanların, uğurlu insanların həyatında da, onların karyerasında da həmin şeylər baş verib. İnanın mənə ki, uğurlu insanlar görüb ki, kimdəsə alınıb, gedib ondan mütləq o məsələni həm maraqlanıb, həm öyrənib, həm də tətbiq edib. Ona görə nəsə alınmırsa, sən get kimdə alınır, ondan öyrənginən, onunla bağlı heç bir kompleks yaşama, utanma, onda səndə hər şey alınacaq. Yəni necə deyirlər, o ki, velosipedi icad etməyə ehtiyac yoxdur, velosiped zaten var. Otur, o təkərlərini sadəcə olaraq fırlayıb get ginər. Uğurlu gələcəyə doğru.